Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən Kaspi test bankından düz xəttli, bərabər xəttli və dəyişən sürətli hərəkətlər fəslinin testlərinin izahını verəcəm. Əziz dostlar, qeyd edim ki, bu video izahlar MİQ, sertifikasiya və DİM abituriyent imtahanlarına hazırlaşan izləyicilərimiz üçün nəzərdə tutulmuşdur. Siz də bizim video izahlarımıza dəstək olmaq istəyirsinizsə, kanalımıza abunə olun, videolarımızı bəyənin və videoların altına şərh yazmağı unutmayın. Birinci testdə deyilir. Maddi nöqtə kvadratın A təpəsindən D təpəsinə hərəkət etmişdir. Onun getdiyi yol yerdəyişmənin modulundan neçə metr çoxdur? Deməli, maddi nöqtə kvadratın A təpəsindən D təpəsinə getmişdir. Onda baxırıq ki, əgər bu bizə kvadrat deyirsə, deməli, burada 5 metrdir, burada 5 metrdir. Onda bu kvadratın A təpəsindən baxırıq, D təpəsindən getmək üçün gərək ki, gedilən yolumuz nə qədər olur? Bilirik, gedilən yol trayektoriyanın uzunluğudur. 5 metr bu tərəfdə, 5 metr bu tərəfdə, 5 metr isə buradadır. Onda ümumi cismin getdiyi yol 15 metr olacaq. Bəs yerdəyişmə nədir? Yerdəyişmə trayektoriyanın başlanğıcından sonuna keçilmiş vektordur. Bu isə eyni qaydada 5 metr olacaq. Onda bizim yerdəyişməmiz 5 metr olur. Bəs bizə deyir ki, maddi nöqtənin getdiyi yol yerdəyişmə modulunun nə qədər çox? Yəni, bizdən L minus S fərqini soruşur. 15 minus 5, o da neçə metr olacaq? 10 metr. Deməli, cismin getdiyi yol, maddi nöqtənin getdiyi yol yerdəyişmə modulundan 10 metr çox olacaq. Doğru cavab A variantı. İkinci testdə deyilir. Cismin koordinat zaman qrafiki verilmişdir. Onun getdiyi yol yerdəyişmənin modulundan neçə dəfə çoxdur? Əziz dostlar, bilirik ki, koordinatın zamandan asılılıq qrafikində grafikin uzunluğu həmişə gedilən yola bərabər. İndi biz grafikimizə baxırıq. Bu grafikimizdir. Bu grafikin uzunluğu gedilən yola bərabər. Baxırıq, əziz dostlar. 5-dən hara gəldi? 15-ə gəldi. 5-dən 15-ə gəlmək üçün nə qədər yol gəlməliyəm? L bərabərdir 10 metr gəlməliyəm. Pilios. Sonra 15-dən isə neçəyə düşdü? 10-a düşdü. Onda daha 5 metr yolda gəlməliyəm. Mənim ümumi getdiyim yol olacaq neçə? 15 metr. Deməli, getdiyimiz yol 15 metr. Bəs yerdəyişmə nədir? Cismin hərəkət trayektorunun başlanğıcını, yəni başlanğıc koordinatım 5-dir, son koordinatım isə 10-dur. Başlanğıcı sonuna birləşdirən istiqamətlənmiş düz xətt parçası, yerdəyişməm isə 5-dən 10-adır. Onda yerdəyişməm nə qədər olacaq? 5 metr olacaq. Yəni 5-dən 10-a 5 metrdir. Onda neçə dəfə çoxdur deyir? Biz L bölünsün S nisbətini tapmalıyıq. 15 bölünsün 5, o da bərabərdir 3 olacaq. Doğru cavab hansı variant? B variantı. Növbət testimiz 3-cü testdir. Cismin sürətinin proyeksiyası zaman qrafiki verilmişdir. Onun yerdəyişməsinin proyeksiyasının zaman qrafikini tapın. Əziz dostlar, qrafikə diqqətlə baxsaq görərik ki, bizə Vx-in T-dən asılılıq qrafiki verilib. Vx-in T-dən asılılıq qrafikinə əgər qrafik sabitdirsə, yəni sabit funksiyanın qrafikidirsə, deməli, o hərəkətdə sürət nədir? Sabitdir. Baxırıq. V bərabərdir konusdan. Qiymət və istiqamətcə nə oldu? Sabit oldu. Yaxşı, qiymət və istiqamətcə sabitdir. Bəs proyeksiyası nədir? Proyeksiyasına diqqətlə baxsaq, mənfidir. Proyeksiyası mənfidirsə, onda Vx kiçikdir 0. Hərəkətə oxusaq, deyə bilərik ki, cisim X oxunun əks istiqamətlə bərabər sürətlə hərəkət edir. X oxunun əks istiqamətlə bərabər sürətlə hərəkətdə də yerdəyişmənin proyeksiyasının tənliyini yazsaq, Vx vurulsun T olacaq. Əgər burada Vx sabitdirsə, ST-dən necə asılıdır? Düz mütansib asılıdır. Amma X oxunun nədir? Əks istiqamətində. Baxın, qrafikimiz bu formada bir qrafik olacaq. Doğru cavab hansı variant oldu? C variantı.
Növbət testimiz 4-cü testdir. Baxaq görək 4-cü testdə nə deyir? Deyir ki, koordinat zaman qrafiki verilmişdir. Hansı fiziki cəmiyyət ədədi qiymətçi alfa bucağının tangensinə bərabərdir? Əvvəl biz baxaq görək burada nə verilib? Burada x-in t-dən asılı qrafikidir. Bizim qrafikimiz bu formada qrafikdir. Əziz dostlar, bu tipli testləri həll eləməkdən ötürü bunu biz düzbucaqlı üçbucağa tamamlasaq daha yaxşı olur. Baxın, belə bir düzbucaqlı üçbucağa tamamladıq. Belə bir düzbucaqlı üçbucaq oldu. Bu düzbucaqlı üçbucaqda baxırıq. Bura son koordinat deyək. Baxın, bura son koordinat x olsun. Burada zaten özü verib x0'dır. Onda mən bu hissəni tapmaqdan ötürü ümumi x-dən bu x0'ı nə etmək lazım? Çıxmaq lazım. Onda bura nə verdi bizə? X minus x0. Bəs bu hissə nədir? T'nin qarşısı əlbəttə t olacaq. Biz bilirik də düzbucaqlı üçbucaqda alfanın qarşısında duran tərəfin bitişik tərəfə nisbəti bizə nə verir? Əlbəttə tangens verir. Onda biz buradan yaza bilərikmi? Tangens alfa bərabərdir x minus x0 bölünsün t. Bu bizim tangens. Bəs bu özü nə verirdi? Vx verirdi. Onda yəni sürətin proyeksiyasını verir. Onda həmin bucağın tangensi, həmin bucağın nəyi? Tangensi. Bizə nə verəcək? Sürətin proyeksiyasını. Baxaq görək. Varmı elə bir şey? Bəli, əlbəttə var. Doğru cavab hansı variantı oldu? E variantı. Növbət testimiz 5-ci testdir. X oxun əksi istiqamətinə bərabər sürətlə hərəkət edən cismin koordinat tənliyi hansıdır? X oxun əksi istiqamətinə bərabər sürətlə hərəkət deyiriksə, deməli Vx-imiz sıfırdan kiçikdir. Koordinatın tənliyini də bilirik. X bərabər x0 plus Vxt-dir. Əgər x oxun əksinə deyirsə, deməli Vx sıfırdan nə olmalıdır? Kiçik olmalıdır. Baxaq, burada müsbət 2-dir. Olmaz. Burada müsbət 2-dir. Olmaz. Bir şey diqqətdə saxlayaq ki, başlanğıc koordinat hərəkətin xarakterini dəyişmir. Dəyişmədiyinə görə heç ona baxmağa ehtiyac yoxdur. D variantına baxırıq. Müsbət 5-dir. Deməli, olmaz. Y variantı ümumiyyətlə hərəkət yoxdur. Sükunət halındadır cisim. Bir dənə doğru cavab hansı variantı oldu? C variantı. Elə doğru cavab da C variantı. 6-cı testdə deyilir. Cismin koordinatının zaman qrafiki verilmişdir. Hansı zaman intervalında cismin sürətin proyeksiyası müsbətdir? Əziz dostlar, müsbət olması üçün gərək ki, cisim x ox istiqamətində hərəkət eləsin. Qrafikin birinci hissəsinə baxırıq. Qrafikin birinci hissəsində, yəni 0-dan t1-ə qədər olan hissəsində cisim x oxunun əksinə hərəkət edir. Deməli, Vx 0-dan kiçik olacaq. Qrafikin ikinci hissəsində, yəni T1-dən T2-yə olan hissəsində diqqətlə baxsaq, cisim ümumiyyətlə hərəkət eləmir. Niyə? X-in T-dən asılı grafikinə koordinat qrafik T oxuna paraleldirsə, deməli bu cisim hərəkət etmir demək. Yəni 0-a bərabər. Üçüncü hissəyə baxırıq. Üçüncü hissədə baxırıq, həqiqətən də cisim x ox istiqamətinə hərəkət edir. Vx 0-dan böyük olacaq. Və dördüncü, sonuncu hissədə isə x oxun əksinədir. Burada da Vx 0-dan nədir? Kiçikdir. Diqqətlə baxaq. X ox istiqamətində bərabər sürətlə hərəkət deyirsə, bir dənə qrafikin hansı hissəsi oldu? T2, T3 hissəsi. O da hansı variantdadır? C variantı. 7-ci testdə deyilir. Gedilən yolun zaman qrafik diaqramında cismin sürətinin modulunun ən kiçik qiyməti hansı nöqtədə göstərmişdir? Baxırıq əziz dostlar. Əslində bunu tangens bucağı ilə də getmək olar, amma gəlin sadə halda gedək. V-nin düsturunu biz bilirik. V bərabər S bölünsün T-dir. Yəni yer dəyişmənin modulu bölünsün zaman. Sürətin ən kiçik qiyməti deyirsə, deməli sürət nə olmalıdır? Ən kiçik olmalıdır. Əksinə, məxrəc isə ən böyük olmalıdır. Baxırıq, sürətin ən kiçik qiyməti hara düşdü? S-in ən kiçik qiyməti 1-dən 2-yə düşdü. Baxırıq. Bəs T-nin ən böyük qiyməti hara düşdü? O da 2-dən 3-ə düşdü. İndi bunların ikisinin kəsişmə nöqtəsi haradır? 2 nöqtəsi. Deməli, sürətin ən kiçik qiyməti elə 2 nöqtəsində olacaq. Doğru cavab B variantı. Növbət testimiz 8-ci testdir. Cisimlərin koordinat zaman qrafikləri verilmişdir. Hansı qrafiklər cismin x oxu istiqamətində hərəkət etməsinə uyğundur? Əziz dostlar, əgər koordinatın zamandan asılı qrafikində qrafik x ox istiqamətinə uzanırsa, deməli bu hərəkət nədir? X ox istiqamətinədir. T oxuna paraleldirsə hərəkət yoxdur. T oxun x oxunun əksinə uzanırsa, x oxunun əksi istiqamətinə hərəkət. Baxırıq.
Birinci qrafik, daha doğrusu üçüncü qrafik, hərəkət x istiqamət. Çünki x-lə eyni istiqamətdə uzanır. İkinci qrafikdə nədir? X istiqamətində uzanacaq. Bunu bəzən deyirlər sürətin proyeksiyası müsbətdirsə, bu hərəkət x istiqamətində. Bəli, o da doğrudur. Baxırıq, burada da yenə eyni qaydada x istiqamətindədir. Amma birinci qrafikdə x oxunun ümumiyyətlə hərəkət yoxdur. Və dördüncü qrafikdə isə x oxunun əksi nədir? Burada da doğru cavab nə olacaq? 2 və 3Y variantı. Bərabər sürətli hərəkətdə piyada 10 saniyə ərzində 15 metr yol gedir. 2 dəqiqə ərzində həmin piyada neçə metr yol gedər? Əgər 10 saniyə ərzində 15 metr yol gedibsə, deməli biz bunun sürətini tapa bilərik. V bərabərdir S bölünsün T düsturuna görə sürəti tapa. S-imiz 15-dir. Bəs T'miz neçədir? 10'dur. Deməli, bu cismin sürəti 1/5 metr bölünsün saniyədir. Bəs bizdən soruşsalar ki, 2 dəqiqə ərzində, 2 dəqiqə bilirik də, T bərabərdir 120 saniyə olacaq. İndi diqqətlə baxırıq. 120 saniyədirsə, onda bu cismin getdiyi yolda S bərabərdir V vurulsun T düsturuna görə. Onda biz nə edəcəyik? V-ni T-yə vurmaq lazım. V-miz 2-də 3'dür. Vurulsun. T'miz isə neçədir? 120'dir. Baxaq, 2-də 3'ü 120. Bunlar getdi. 180 metr olacaq. Doğru cavab hansı variantı oldu? D variantı olacaq. Növbəti testimiz 10-cu testdir. Metro eskalatoru 1 metr bölünsün saniyə sürətlə yuxarı qalxır. Eskalatoru üzrə Fərid hansı istiqamətdə və nə qədər sürətlə hərəkət etməlidir ki, o yerə nəzərən tərpənməz qalsın? Tutaq ki, bizə bir eskalator verilsin. Baxırıq, bu bizim eskalatorumuzdur. Bu da deyək yerdir. Bu da yer səthidir. Yer səthində bir tərpənməz bir cisim götürək. Bu da deyək ki, eskalatorun üzərində hərəkətdə olan sərnişindir. Oldu mu? Eskalator özü hansı sürətlə hərəkət edir? Yuxarı doğru deyək ki, hansı sürətlə? Deyək, 1 metr bölünsün saniyə sürətlə hərəkət. Və eskalator bərabər 1 metr bölünsün nə saniyə? Biz bilirik, əgər sərnişin eskalatorla eyni istiqamətdə hərəkət edərsə, yerə nəzərən sürət həm sərnişinlə eskalatorun sürətlərinin cəminə bərabərdir. Amma əks istiqamətdə hərəkət edərsə, fərqinə bərabər. Buradan belə nəticəyə gəlmək olar ki, əgər yerə nəzərən sürət sıfıra bərabər olması üçün, deməli, eskalatorla sərnişin bir-birinə necə hərəkət eləməlidir? Əks olmalı, çünki burada fərq olmalıdır. Elə deyil mi? Sərnişinin hərəkət istiqamətini bildik. Yəni, V sərnişin yerə nəzərən sürəti nə olmalıdır? Daha doğrusu eskalatora nəzərən sürəti, sürətin istiqaməti əks olmalıdır. Eskalatordan əks olmalıdır. Bunu bildik. Amma baxırıq, bəs nə qədər fərq sıfıra bərabər olması, yəni yerə nəzərən sürət sıfır olması üçün gərək ki, eskalatorla sərnişinin sürətləri bir-birinə modulca nə olsun? Bərabər olsun. Yaxşı, bu da baxırıq, eskalator 1'dirsə, demək sərnişinin də sürəti 1 olmalıdır, amma eskalatorla əks istiqamətdir. Əgər eskalator yuxarı hərəkət edirsə, sərnişin aşağı və hansı sürətlə? 1 metr bölünsün saniyə sürətlə. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. Növbət testimiz 11-ci testdir. 11-ci testdə deyilir. Qayıq çay axınının əksinə üzür. Qayığın durğun suya nəzərən sürəti 12 metr bölünsün saniyədir. Deyək ki, bizə bir dənə qayıq verilib. Əziz dostlar, deyək bu bizim çayımız olsun. Çayı əvvəl göstərək. Deyək ki, çay olsun. Belə bir çayımız var. Bu da çayın sahili olsun. Özümüzdən götürək. Bu da çayın sahilidir. Bir dənə də qayıq götürək. Qayıq. Bu da qayıqdır. Çayın axın istiqaməti deyir ki, çayın axının əksinə üzür. Qayıq çayın axının əksinə. Çayın axın istiqaməti sağa doğru olsun. Deməli, V çay sağa doğru. Sahilə nəzərən sürəti sağa doğru. Amma qayıq axının əksinə hərəkət edir. Deyək ki, V qayıq hara doğrudur? Sola doğru. Qayığın durğun suya nəzərən sürəti 12 metr bölünsün saniyədir. Baxaq, əgər qayığın durğun suya nəzərən sürəti 12 metr bölünsün saniyədirsə, onda biz V qayıq bərabərdir yazırıq. V qayıq bərabərdir
12 metr bölünsün saniyə yaza bilərik. Bəs çayın sürəti, çayın deyə axın sürəti V çay nə qədərdir? 3 metr bölünsün saniyədir. Bəs bizdən nəyi soruşur? Bizdən qayığın deyə sahilə nəzərən sürətini tapın. Baxırıq, qayığın sahilə nəzərən sürətini tapaq. Diqqətlə baxaq. Əgər qayıqla çay bir-birinə əks istiqamətdə hərəkət edirsə, yəni qayıq çayın axınının əksinə hərəkət edirsə, onda biz nə deyəcəyik? Sahilə nəzərən sürəti tapmaq üçün qayığın sürətindən çayın sürətini nə etmək lazımdır? Çıxmaq lazımdır. Onda V qayığın sahilə nəzərən sürəti bərabərdir. V qayığın sürəti minus V çayın sürəti. O da bərabərdir. Neçə olacaq? 12 minus 3, o da 9 metr bölünsün saniyə olacaq. Hansı variant oldu? Doğru cavab E variantı olacaq. Növbəti testimiz 12-ci testdir. 12-ci testdə deyilir. Koordinat zaman qrafikinə əsasən cismin sürətinin proyeksiyasını təyin edin. Əziz dostlar, biz bilirik ki, sürətin proyeksiyasının düsturu Vx bərabərdir. X minus x0 bölünsün t'dir. X minus x0 bölünsün t. Yerinə qoyaq hesablama aparaq. Vx bərabərdir. X'imiz, son koordinatımız nə qədərdir? Baxırıq. Son koordinatımız 10, başlanğıc koordinatımız neçədir? 20-dir. Yəni qrafikin başladığı nöqtə. Zamanımız isə neçədir? 2-dir. Onda mən nə yazacağam? 10 minus 20 bölünsün neçə? 2. Ondan 20 çıxsam mənfi 10, 2-yə də bölsəm, mənə mənfi 5 metr bölünsün saniyə verəcək. Doğru cavab hansı variant oldu? A variantı. Davam eləyək. 13-cü testdə deyilir. Hərəkət tənlikləri x1 bərabərdir 3t minus 2 və x2 bərabərdir 7t plus 8 formasındadır. Neçə saniyədən sonra görüşər? Əziz dostlar, bu cisimlərin görüşməsi üçün biz bilirik ki, koordinatları bir-birinə bərabər olmalı. Yəni, x1 bərabərdir, x2 olmalıdır. x1-i biz bilirik. Nədir? 3t minus 2 bərabərdir, t plus 8 olacaq. İndi buradan tapsaq, nə olacaq? 2t bərabərdir 10-a, t də bərabər neçə? 5 saniyə. Deməli, bu cisimlər 5 saniyədən sonra görüşəcək. Növbəti testimiz 14-cü test olacaq. 14-cü testdə deyilir. Cismin koordinatının zaman qrafiki verilmişdir. Onun sürətinin proyeksiyasının qrafiki hansıdır? Qrafikdən görürük ki, cismin koordinatının zamanın asıllığında qrafikimiz x istiqamətinə bərabər sürətli hərəkətini göstərir. X istiqamətinə bərabər sürətli hərəkətdə V qiymət və istiqamətcə sabitdir. Amma proyeksiya sıfırdan böyükdür. Yaxşı, sıfırdan böyük, sabit və sıfırdan böyük olan variant ancaq hansı variantda oldu? B variantı. 15-ci testdə deyilir. İki velosipedçinin hərəkət tənlikləri x1 bərabərdir 10t və x2 bərabərdir 60 plus 5t şəklində verilmişdir. Görüşənə qədər ikinci avtomobil nə qədər yol gedər? Görüşənə qədər deyirsə, əvvəlcə bunların neçə saniyədən sonra görüşdüyünü tapaq. x1 bərabərdir x2-dir. Bunu biz bilirik. Görüşdüyü anda koordinatlar eyni olmalı. x1-imiz 10t bərabərdir 60 plus 5t'dir. Buradan belə nəticəyə gəlmək olar ki, 5t bərabərdir 60'dır. T özü nə qədərdir? 12 saniyədir. Demək, bu cisimlər 12 saniyədən sonra görüşər. Amma görüşənə qədər birincinin və ikincinin getdiyi yol deyirsə, birincinin getdiyi yol 10t'dir. İkincinin getdiyi yol isə 5t'dir. Bizdən ikincinin getdiyi yol soruşduğuna görə, onda S2 deyək buna, 5t olacaq. T'mizi 12 tapdıq. 5 vurulsun 12. Bizə nə qədər verəcək? 60 metr. Deməli, ikinci cisim görüşənə qədər 60 metr yol gedir. Amma birinci cismin görüşənə qədər getdiyi yol soruşsaydı, 10t ilə gedəcəkdik. 10 vurulsun 12, o da bərabərdir 120 metr olacaqdı. Doğru cavab 120 metr alınacaqdı. Amma bu testimizin cavabı 60 metr olur. A variantı. İki maddi nöqtənin hərəkət tənlikləri verilmişdir. x1 bərabərdir 2t minus 5 və x2 bərabərdir 5 plus 3t kimidir.
Birinci maddi nöqtə ikinciyə nəzərən necə hərəkət edər? Birincinin ikinciyə nəzərən. Əziz dostlar, birincinin ikinciyə nəzərən deyirsə, biz birincinin hərəkətindən ikincinin hərəkətini nə etmək lazımdır? Çıxmaqla. Yəni, bizdən birincinin ikinciyə nəzərən deyirsə, x1-dən nəyi çıxırıq? x2-ni çıxırıq. Çıxaq. Onda 2t minus 5 bərabərdir 5 plus 3t'dir. Qarşısına minus götürək. Bərabər də qoymayaq. Burada minus 5 minus 3t olacaq. Baxırıq əziz dostlar. 2t'dən 3t çıxsa mənə mənfi t olacaq. Minus 10. Onda buradan belə nəticəyə gəlmək olar ki, cisim ikinciyə nəzərən mənfi 1 metr bölünsün saniyə. Yəni, x oxunun əks istiqamətində 1 metr bölünsün saniyə hərəkət etmişdir. Baxaq, o da hansı variantda oldu? B variantı olacaq. 17-ci testdə deyilir. Düz xəttdə hərəkətdə cisim ilk 2 saniyə ərzində V1x bərabər 10 metr bölünsün saniyə, sonraki 3 saniyə ərzində isə V2x bərabər mənfi 15 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. Bütün hərəkət müddətindən cismin yerdəyişimə görə orta sürətini tapın. Əziz dostlar, biz bilirik ki, yerdəyişimə görə orta sürətin düsturu belədir. V orta x bərabərdir. X də yazmayaq ilə yerdəyişimə görə orta sürətin birbaşa düsturunu yazaq. V1x t1 plus V2x t2 bölünsün t1 plus nədir? t2'dir. Yerinə qoyaq. Baxırıq. V1'imiz neçədir? 10 metr bölünsün saniyədir. Neçə saniyə müddətində? 2. Onda 10 vurulsun 2 plus V2'miz neçədir? Mənfi 15 vurulsun neçə? 3 bölünsün. 3 ilə 2'nin cəmi, yəni 2 plus 3 zamanımız 2 saniyə və 3 saniyədir. Buradan hesablama aparsaq, diqqətlə baxırıq. Bura bizə bu hissə 20 verəcək. Bu hissə 45, mənfi 45 verəcək. Çıxsam mənə verəcək mənfi 25 metr bölünsün saniyə. Aşağısı isə 5'dir. Mənfi 25'i 5'ə bölsəm mənə qalacaq mənfi 5 metr bölünsün saniyə. Deməli, 5 metr bölünsün saniyə. Yerdəyişimə görə orta sürətimiz nə qədər oldu? Mənfi 5 metr bölünsün saniyə. Doğru cavab hansı variant? A variantı olacaq. Növbəti 18-ci testdə deyilir. Düz xəttdə hərəkətdə cisim ilk 2 saniyədə V1x bərabər 10 metr bölünsün saniyə, sonraki 3 saniyə ərzində isə V2x bərabər mənfi 15 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. Bütün hərəkət müddətində cismin yola görə orta sürətini yenə eyni düsturdan istifadə edəcək. V orta bərabərdir V1x t1 plus V2x t2 bölünsün t1 plus nə? t2 olacaq. Yerinə qoyaq. V1x t1 nə qədər olacaq? 2'ni 10'a vursam 20 plus. Burada isə biz mənfi 15 verilib müsbətin qəbul edəcək. Çünki yol müsbət skalyar cəmiyyətdir. 3 vurulsun 15, yəni 45 edəcək. T1 t2 cəmi isə 2 plus 3'dür. Bizə məxrəc 5 elədi. Sürəti isə baxırıq 45, 20 də gəlsəm 65 eləyəcək. 5'ə də bölsəm 13 metr bölünsün saniyə. Doğru cavab hansı variantı oldu? D variantı. Növbət testimiz 19-cu testdir. Ümumi zamanın birinci 3'də 1'ini. Bax, nə veribsə buradan yazaq. Baxırıq, əziz dostlar. Ümumi zaman nə deyir? Birinci 3'də 1'ini. Buradan yazaq. T1 bərabərdir 3'də 1 t. Hansı sürətlə hərəkət edib? 10 sürətlə hərəkət edib. Yəni V1'imiz 10'dur. İkinci 3'də 1'ini 3'də 1 t bərabər neçə sürətlə hərəkət edib? 20 sürətlə hərəkət edib. Zamanın 3-cü 3'də 1'ini isə hansı sürətlə hərəkət edib deyir? T3 bərabərdir 3'də 1 t bərabərdir mənfi 15 metr bölünsün saniyə sürətlə hərəkət edib. Baxırıq. Zamanlar bir-birinə bərabərdir. 10 metr bölünsün saniyənin 3'də 1 t'yə, burada da 3'də 1 t, burada da nədir? 3'də 1 t. Zamanlar bir-birinə bərabərdirsə, orta sürəti tapmaqdan ötürü gərək sürətlərin ədəd ortasını tapmaq lazım. Amma bir şey diqqətdə saxlayaq, burada yerdəyişməcə orta sürət soruşur. Onda V orta bərabərdir, olacaq V1x plus V2x plus nədir?
V3x bölünsün 3 olacaq. Yerinə qoyaq, V orta bərabərdir. Nə olacaq? V1'imiz 10'dur. Plus 20 plus mənfi 15 bölünsün 3. 20'nin üstünə 10 gəlsəm 30, üstünə də mənfi 15 gəlsəm 15, 3'ə də bölsəm 5. Deməli, bizim yer dəyişməyə görə orta sürətimiz 5 metr bölü saniyə olacaq. Doğru cavab D variantı. 20-ci testdə deyilir. Cisim ümumi zamanın birinci 3'də 1'ini. Baxın, yenə yazıram. T1 bərabərdir 3'də 1 T. Hansı sürətlə hərəkət eləyib deyir? 10. İkinci 3'də 1'ini. T2 bərabərdir 3'də 1 T. Hansı sürətlə deyir? 20 metr bölü saniyə sürətini. Üçüncü 3'də 1'ini. 3'də 1 T. Hansı sürətlə hərəkət edib? Mənfi 15 metr bölü saniyə. Amma biz bunun burada müsbətini istifadə edəcəyik. Bütün hərəkət müddətinə yola görə orta sürəti tapın. Bəs yola görə orta sürət nədir? V1 plus V2 zamanlar bərabərdir. Plus V3 bölünsün 3 olacaq. Onda orta sürəti hesablasaq 10 plus 20 plus mənfi 15'dir. Biz bunun müsbətini götürəcəyik. Bölünsün nədir? 3. Diqqətlə baxsaq, onda V orta bərabərdir. 10'un üstünə 20 gəlsəm, 30, 15 də gəlsəm, 45, 3'ə də bölsəm neçə eləyəcək? 15 metr bölünsün saniyə. Doğru cavab hansı variantı oldu? C variantı. 21-ci testdə deyilir. Sürətin modulu zaman qrafiki verilmişdir. 10 saniyə ərzində bu cismin getdiyi yola görə orta sürətini tapın. Əziz dostlar, biz bilirik ki, yola görə orta sürəti tapmamışdan əvvəl biz bu cismin getdiyi yolu tapsaq daha yaxşı olar. Və yaxud da ayrı-ayrılıqda bunların V1, T1 götürə bilərik, V2, T2 götürə bilərik və s. Amma yaxşı olardı ki, nə ilə gedək? Ümumi yol, ümumi zamanla gedək. Baxırıq. V-nin T-dən asılı qrafikində, grafikin altında yaranan fiqurun sahəsi bizə gedilən yol verəcək. Baxırıq, 5 saniyə ərzində getdiyi yol bu fiqurun sahəsi olacaq. Baxaq görək həmin fiqurun sahəsi nə qədərdir? Dəyişək bunu. Bax, bu sahəni hesablayaq. Sürətimiz 10'dur. Zamanımız isə 5'dir. Onda nə qədər yol gedəcək? S1 deyək. 50 metr yol getsin. İndi gəldik ikinci hissəsinə. İkinci hissəsində bu cismin getdiyi yol yenə bu fiqurun altında yaranan sahə qədər olacaq. Həmin sahəni biz hesablamağa çalışsaq, baxırıq. Bax, bu sahə qədər olacaq. Bax, bu sahə. Aha, həmin sahəni hesablasaq, həmin sahə nə qədər olacaq əziz dostlar? Baxırıq. Deməli, sürətimiz 20, bəs zamanımız neçədir? 5'dir. Yəni, bu fiqurun sahəsidir. Bura 5'dir. Bura isə neçədir? 20'dir. Onda bu cismin qalan 5 saniyə ərzində getdiyi yol, buna da S2 deyək, 5'i 20'yə vurmalıyım, 100 metr olacaq. Onda bu cismin ümumi hərəkət müddətinə getdiyi yol S bərabərdir. S1 plus S2 qədər olacaq. Yəni 100 plus 50, 150 metr olacaq. Bəs ümumi zaman nə qədərdir? Ümumi zamanımız isə 10 saniyədir. Bəs orta sürət nə idi? Orta sürət ümumi yolun, yəni 150'nin neçəyə nisbəti? Ümumi zamana nisbəti. O da neçə eləyəcək? 15 metr bölünsün saniyə. Doğru cavab baxaq görək hansı variantdadır? E variantı olacaq. 22-ci testdə deyil. Avtomobil bütün yolun 1/4 hissəsini V1 bərabər 10 metr bölü saniyə, qalan yolu isə V2 bərabər 20 metr bölü saniyə sürətlə hərəkət etmişdir. Bütün yolda avtomobilin orta sürətini tapın. Əziz dostlar, orta sürətin yol və sürətə görə olan halı necə idi? Həmin düstur. Baxaq, həmin düsturumuz V orta bərabərdir. S1 plus S2 bölünsün. S1 bölünsün V1 plus S2 bölünsün V2'dir. Yerinə qoyaq. S1'imiz nə qədərdir? Baxın, bütün yolun S1'imiz 1/4 S'dir. Yazıram. 1/4 S plus qalan hissəsi 4/3 S olacaq əlbəttə. Məxrəcdə nə oldu? 4/1 S'i böləcəm neçəyə? 10'a. Plus 4/3 S'i böləcəm neçəyə? 20'yə. O da bərabər. Sürət nə verdi bizə? S verdi. Burada nə verəcək əziz dostlar? S bölünsün 40.
plus, burada isə 3s bölünsün 80 olacaq. Burada ortaq məxrəc tapsaq, məxrəcdəki ifadəyə 80 mən 40-a bölsəm 2 verəcək. 2s plus 3s, yuxarıda da s-dir. Qısası bizə nə qalacaq? 80s bölünsün 5s-ə, bu s-lər ixtisar gedəcək. 80-i də 5-ə bölsəm 16 metr bölünsün saniyə. Doğru cavab nə olacaq? D variantı olacaq. 16 metr bölünsün saniyə. Bu neçənci test idi? 22-ci test. Növbəti testimiz 23-cü testdir. 23-də deyilir. 3 cismin eyni modullu sürətlə hərəkət edir. Yəni 3 cisim eyni modullu sürətlə hərəkət edir. Hesablama cismi B olduqda hansı ifadə doğrudur? Baxaq, hesablama cismi B-dirsə, bunun üzərində bir işarə qoyaq. Yəni mən B-nin üstünün üzərində oturub A-nı da izləyirəm, C-ni də izləyirəm. B-nin üzərində oturub A-nı izləyirəmsə, baxıram A ilə mən eyni istiqamətdə hərəkət edirəm. Bir şey diqqətdə saxlayaq. Əgər A-nın sürəti B-nin sürətindən böyükdürsə, onda bunlar arasında yaxınlaşma baş verəcək. Əgər A-nın sürəti daha böyüksə, onda bunların arasında nədir? Uzaqlaşma baş verəcək. Amma mən C-yə baxsam, həmişə A ilə C bir-birinə qarşı-qarşına hərəkət elədiyinə görə. C-nin sürəti nə olur olsun, bunlar bir-birinə doğru hərəkət eləyəcək və B-nin üzərindən mən C-yə baxsam, mənə doğru hərəkət elədiyini görəcəm. Diqqətlə baxaq. Bunların sürətləri eynidir. Qəşəng. Sürətləri eynidirsə, xüsusi hala görə sürətləri eynidirsə, mən B-nin üzərindən A-ya baxanda həmişə A-nı eyni nöqtədə gördüyümdən B-yə nəzərən A nədir? Sükunətdə qalacaq. Yəni, B-yə nəzərən A hərəkət etməz. A sükunətdədir. Deməli, D variantı ola bilər. Bir də nədir? Y variantı. C-ni də yoxlaya bilərik. Yəni, nə B deyil, nə də A deyil. Baxaq, bəs C-nin hərəkət necədir? Mən B-nin üzərindən C-yə baxsam, axı bunlar qarşı-qarşıya hərəkət edir. C-yə baxsam, mənə doğru, yəni sola doğru hərəkət elədiyini görəcəm. Deməli, C hara doğru hərəkət eləmiş olur? Sola tərəf hərəkət eləmiş olacaq. Doğru cavab hansı variant oldu? E variantı. Növbəti 24-cü testə baxırıq. Yerdəyişmə nəyə deyilir? Düzgün tərifini soruşur. Trayektoriyanın başlanğıc vəziyyətini son vəziyyətinə birləşdirən istiqamətlənmiş vektordur. Baxaq, yəni buna uyğun bir tərif olmalıdır. İstənilən iki nöqtəni birləşdirən vektordur. Xeyr, yanlışdır. Son nöqtəni başlanğıc nöqtə ilə birləşdirən vektora sonu başlanğıcına birləşdirən. Amma başlanğıcı sona birləşdirən olmalıdır. Bu da geçsin, yanlışdır. Başlanğıc nöqtəsini son nöqtə ilə birləşdirən vektordur. Elə doğru cavab hansı variantı olacaq? C variantı olacaq. Yəni başlanğıcdan sona keçilmiş vektordur. Sondan başlanğıca yox. Yəni sondan başlanğıca keçilmiş vektor deyil. 25-ci testdə deyilir ki, ədədi qiymətçi vahid zamanda icra edilən yerdəyişməyə bərabər olan fiziki cəmiyyətə nə deyilir? Təbii ki, ədədi qiymətçi vahid zamanda yerdəyişməyə bərabər olan fiziki cəmiyyətə sürət deyilir. Doğru cavab D variantı. 26-cı testdə deyilir. Cisim 10 saniyə ərzində A nöqtəsində B nöqtəsinə hərəkət etmişdir. Baxın, A-dan hara doğru gedirəm mən? B-yə doğru gedirəm. Yəni istiqamətim A-dan B-yə doğrudur. Bax, bu bizim istiqamətimizdir. Onun Vx və Vy sürət proyeksiyalarını hesablayaq. Biz Vx'i bilirik. Vx nə idi? Vx bərabərdir. X minus x0 bölünsün t'dir. Hesablayaq. Baxırıq. A nöqtəsində bu cismin x oxuna görə proyeksiyası, başlanğıc koordinatı neçədir? 30-dur. Son koordinatı isə neçədir? 10-dur. Onda mən necə yazacağım? Bax, 10 minus 30 bölünsün. T'miz isə 10'dur. Ondan 30 çıxsam mənfi 20, ona da bölsəm mənfi 2 metr bölünsün saniyədir. Bəs V'imiz nə olacaq? Y minus y0 bölünsün nə? T olacaq. Baxırıq, y oxuna görə başlanğıcımız 10'dur. Sonu isə neçədir? 20'dir. Neçədən neçəni? 20'dən 10'u çıxmalıyıq. 20 minus 10 bölünsün 10. Bu nə qədər verəcək? 20'dən 10'u çıxsam 10 olacaq. Ona da bölsəm 1 metr bölünsün saniyə olacaq. Baxaq əziz dostlar.
Deməli, Vx'imiz -2, Vy-imiz isə neçə? 1. O da doğru cavab hansı variantda oldu? E variantında olur. 27-ci testdə deyilir. Koordinat zaman qrafikinə əsasən cismin başlanğıc koordinatını təyin edin. Əziz dostlar, baxırıq. Qrafikin bu hissəsindən gəlin bir sürəti tapaq. Görəsən sürət nə qədərdir? Sürət tapmaq üçün, daha doğrusu sürətin proyeksiyasını tapaq. Vx bərabərdir. X minus x0 bölünsün t düsturundan istifadə edəcək. Vx bərabər x-imiz nə qədərdir? 40. Minus 0 bölünsün t-ni də götürəndə bu hissəni götürmək lazımdır. Ondan 30-a qədər. Neçə edəcək? 20. 40-dan 0 çıxsam 40. 20-yə bölsəm neçə verəcək? 2. Metr bölünsün saniyə olacaq. Deməli, sürətimizin proyeksiyası 2 metr bölünsün saniyə. Onda başlanğıc koordinat tapmaq üçün buranı tam götürmək lazımdır. Tam götürsək, yenə eyni düsturdan istifadə edəcəyik. Yəni, x bərabər x0 plus vx t düsturundan istifadə edəcəyik. Son koordinatımız 40, başlanğıc koordinatım x0. 40 bərabərdir x0 plus 2 vurulsun. T'miz isə neçədir? 30'dur. Onda x0 plus 60 bərabərdir 40'a. X0'ımız isə nəyə bərabər olacaq? -20 metrə bərabər olacaq. Doğru cavab hansı variant oldu? A variantı. 28-ci testdə deyilir. Koordinat zaman qrafikinə əsasən cismin hərəkət tənliyi hansıdır? Baxaq əziz dostlar. Biz əvvəlcə sürətin proyeksiyasını tapmalıyıq. Sürətin proyeksiyasını tapırıqsa Vx bərabər hansı düsturdan istifadə etməliyik? X minus x0 bölünsün t düsturuna. Burada başlanğıc koordinat deyək ki, nə olsun? 30. Sonu da 0 götürək. Yəni x-imiz 0 olsun. x0'ımız neçə olsun? 30. Yerinə qoysaq Vx bərabərdir 0 minus 30 bölünsün zamanımız isə 3 olacaq. Bizə nə qədər verdi? -10 metr bölünsün saniyə. Bəs koordinatın, son koordinatın tənliyi necə idi? X bərabər x0 plus vx t düsturuna görə yerinə qoysa x bərabər x0'ımız neçədir? 30 minus, niyə minus? Çünki sürətimiz mənfidir. 10t olacaq. Doğru cavab hansı variantı oldu? 30 minus 10t. Doğru cavab B variantı olur. Növbət testimiz 29-cu testdir. 29-cu testdə deyilir. Cismin tərpənməz K ətalət hesablama sisteminə nəzərən sürətinin proyeksiyası Vx bərabərdir 8 metr bölünsün saniyədir. Əziz dostlar, gəlin bu sistemi burada biz qurmağa çalışaq. Tutaq ki, bizə bir x oxu verilsin. Baxın, bu bizim x oxumuzdur. Tutaq ki, burada bir K sistemi götürək. Deyək ki, bu da bizim K sistemimizdir. Bax, K sistemi. Bir dənə də K ştrix sistemi götürək. Bax, bir dənə də K ştrix sistemidir. Oldu mu? Bir dənə də cisim götürək. Əgər cismin proyeksiyası müsbətdirsə, yəni x ox istiqamətlə baxırıq. Proyeksiyası nədir deyir? Müsbətdir. Yəni hərəkət nədir? X ox istiqamətlə. Yəni bizim cisim x ox istiqamətində hərəkət edir. Baxaq. Vx nədir? V cismin sürəti, deyək ki, V cismin K-ya nəzərən sürəti nə qədərdir? 8 metr bölünsün saniyədir. Bizə bunu deyir. Aha, K hesablama sisteminə nəzərən. Amma K-nın öz sürəti nəyə bərabərdir? 0-a bərabərdir. Qoy buradan yazaq. Amma K-ştriğin sürəti 0-dan fərqlidir. Yəni VK-ştriq fərqlidir nədir? 0-dan. Amma burada VK nədir? 0-dır. Yəni 0-a bərabərdir. Bizə testdə onu deyir. Mənə deyir ki, hərəkət edən K-ştriq ətalət hesablama sisteminə nəzərən sürətinin proyeksiyası isə nəyə bərabərdir? V-ştriq x bərabər 10 metr bölünsün saniyədir. Aha, bax, V cismin K-ya nəzərən sürəti, bax, K-ya nəzərən sürəti 8-dir. 8 metr bölünsün saniyədir. Bəs V cismin K-ştriqə nəzərən sürəti nədir? 10 metr bölünsün saniyədir. Hə, mən də bilirəm ki, cismin K-ya nəzərən sürəti, cismin K-ştriqə nəzərən sürəti ilə həmçində K-nın K-ştriqə nəzərən sürətlərinin nəyinə bərabərdir? Cəminə bərabərdir. Aha, onda biz necə yaza bilərik? Onda VK-nın, daha doğrusu cismin K-ya nəzərən sürəti yazıram. Cismin K-ya nəzərən sürət bərabərdir.
V cismin K-ştixə nəzərən sürəti plus V K-ştixin K-ya nəzərən sürəti olacaq. Yerinə qoyaq. Bizə nə verəcək? Cismin K-ya nəzərən sürətini bilirik. Neçədir? 8 bərabər. K-ştixə nəzərəndə sürəti neçədir? 10-dur. Plus V K-ştixin K-ya nəzərən sürəti. Onda V K-ştixin K-ya nəzərən sürəti olacaq. -2 metr bölünsün saniyə. Yəni X oxunun əks istiqamətində 2 metr bölünsün saniyə sürətlə hərəkət edəcək. İstiqamətimiz ara doğru olacaq bura. Amma nədir? X oxunun əksinə. Baxaq. X oxunun əks istiqamətində varmı? X oxunun əksinə 2 metr bölünsün saniyə. Doğru cavab hansı variantı oldu? C variantı. Növbət testimiz 30-cu testdir. 30-cu testdə deyilir. Tərpənməz K ətalət hesablama sisteminə nəzərən cisim Vx bərabər 10 metr -10 metr bölünsün saniyə sürətlə hərəkət edir. Bəs K-ştix sistemi isə K sisteminə nəzərən X ox istiqamətində u bərabərdir neçə? 4 metr bölünsün saniyə sürətlə hərəkət edir. Cismin K-ştix sisteminə nəzərən sürətinin istiqamətini və qiymətini tapın. Əziz dostlar, yenə həmin biraz öncə göstərdiyimiz sistemi burada göstərməyə çalışaq. Baxırıq, həmin sistem budur. Baxaq, bir dənə X oxu götürürük. Baxaq, bu bizim X oxumuzdur. X oxu. Buna biz K sistemi deyək. K sistemi. Amma K sistemində K nədir? Sükunətdədir. Yadımıza saxlayaq. Buna da deyək K-ştix sistemi. K-ştix sistemidir, amma K-ştix sistemi hərəkətdədir. Sürəti sıfırdan fərqlidir. Burada verilənləri yazaq. Deyir ki, ətalət hesablanan sistemi V cismin K-ya nəzərən sürəti verilib. -10 metr bölünsün saniyə. Yaxşı. Cisim nədir? X oxunun əksinə deyək ki, həmin cisim olsun. 10 metr bölünsün saniyə sürətlə hərəkət edir. Sonra nə verilib bizə? K-ştixin K-ya nəzərən sürəti. Yəni K-ştix sisteminin K-ya nəzərən sürəti. Və K-ştixin K-ya nəzərən sürəti isə nə qədərdir? Bizə verilib 4 metr bölünsün saniyədir. Yəni bunu o ilə də işarə eləyə bilərik. Nəysə. İndi bizdən nəyə sorur? Cismin K-ştix sisteminə nəzərən sürətini tapın. Əziz dostlar, biz biraz öncə düstur yazmışdıq. V cismin K-ya nəzərən sürəti öz sürəti olduğuna görə bu sürət V cismin K-ştixə nəzərən sürəti ilə V cismin nəyə nəzərən? Baxaq. Daha doğrusu K-ştixin K-ya nəzərən sürətlərinin nəyinə bərabərdir? Cəminə bunu U da yaza bilərik. U ilə işarə ediblər. Baxaq. Cismin K-ya nəzərən sürəti -10'dur. Bərabərdir. Cismin K-ştixə nəzərən sürətini soruşur. V cismin K-ştixə nəzərən sürəti plus neçə olacaq? 4 olacaq. Onda mən buradan necə cavab tapa bilərəm? V cismin K-ştixə nəzərən sürəti olacaq -14 metr bölünsün saniyə. Doğru cavab hansı variant oldu? X oxunun əks istiqamətində 14 metr bölünsün saniyə D variantı olacaq.